49 saylı məktəbə getmişdim Bakıya, övladımı görməyə. Övladım 1 ay yarımdır yoxdur. Qaynım tərəfindən qaçırılmışdı, bir iki şəxs tərəfindən qaçırılmışdı. Getdim övladımı görməyə. Övladım heç yaxınlaşmamış öz övladlarım yaxınlaşdı mənə. Ana, məni də yalvardı, ana məni də apar. Atam bizə zülm verir. Mən onu qaçırmamışam. Övladlarım mənə yalvarıb, mən də onun kimi ana olaraq mənim ürəyim dözmədi. Şu övladlarımı götürdüm, gəldim. Rıza, Atoza getməyə razısınız? Xeyr. Xeyr. Niyə getmirsiniz? Çünki atamız bizə işgəncə verir. İşgəncə verir. Mən övladlarıma yaxınlaşmamış, qaynım Polad, bir evə Polad, mənə təzyiq gəldi, gəldi üstümə, saçımdan yoldu, yumruq qoydu. Anam da orada idi, bacım da orada idi. Bacıma da vurdu, bacımı da süpürlədi. Anamı da yolun ortasında süpürlədi. Orada kameralar var. Sizdən xahiş edirəm ki, onu araşdırıb düzgün baxasınız buna. Bizi öldürəməyib. Biz özümüz gəlmişik anamla. Atam və əmim arvadları bizi çox döyürdülər. Anam bizi görməyə gəlmişdi. Əmim, anamı, xalamı, nənəmi döyürdü. Anne.